görüntü çok qəşəngdir axı. Kardeş, yo. Ay, bu adamı da yer ya vurur. Haydi, gedək sizi qəşəng bir dənə mağaraya yapar. Hər addımıma diqqət eləməlisən, hər addımıma. Aha, gedirik, dərinliyə gedirik. Dərinliyə gedirik. Ayağım, dərin bir yerə girdi. Qorxuram ya, gəlməyə, gözlərim yaşlı qayan. Salamlar. Yenə çox qəşəng bir tura gedirəm. Gəlin sizi də bu tura özümlə bərabər aparım. Hindistanlı bir kardeşimiz var. What's your name? My name's Rehan. Rehan. Yeah. Nice to meet you. Is it the same thing? I have an Uzbekistani friend. He says Assalamu alaikum Barchidar. Same thing? Yes, Yeah, same because Uzbek people also Turk. Oh, it's a Turkic language. Yes, same Turkish thing. language. I Yes. see. But Salam alaikum is Arabic. Oh, you know, I think he says salam or something. Salam Arabic, Yeah. but we are Turk. Oh, okay, got it. So how do you say hello? Hello. Yeah, just In- like hello. Salam. 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 Oh, okay, I got it, yeah. The best time to go now? Hal-hazırda oturduğum mənzərədə bir İsrailli, bir Hindistanlı və mən səyahətə doğru gedirik. Onun soyadı Dadig'di. Dadig? Sadik. Sadig mi? Sadik. 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 Aa, soyadı Same, Sadik'ti. same. Soyadı Sadik. Mənim adım Sadik'ti, onun soyadı Sadik'ti. Gedirik. Və marşrutumuz dəyişib, buna binirik, avtobusa. Bu xanım İsrailləndir, bu kardeş Hindistandandır. Belə də kiçik bir dünyamız var, yaşayırıq da özümüz üçün. Siyasətdən, səhərdən də siyasətdən danışırıq, yəni. Səhərdən, aha, avtobusa binir. Orada kimlər var? Hamısı gənclərdir, eyvallah, baxıram. Hamısı var, gənclər yığılıb. Hamısı gənclərdir. Yeah. I need more energy from you. How are you today? Good! Yes, that's right. And I hope that you prepare well because ziplining, mud bathing, swimming, and someone Tamam, will reach mənzərələrin out gözəlliyinə to bax. the Pomniak Cave with the boat. Yeah, with the boat. So for the Dark Cave team, right after the lunch, we have time for you to change the clothes. So don't mind. İlk dayanacaq, gəldik. Paradise Cave, Paradise mağarası. Cənnət mağarası, cənnət mağarası, cənnət deyirəm. Gedək, ilk dayanacağımıza gedək. Yəni yolun hamısını çəkməyə fürsət olmur. Yəni yol möhtəşəmdir. Yəni buranın təbiəti, yəni mən Konyanın yəni bu qədər gözəl olacağını yəni düşünmürəm. Möhtəşəm bir təbiəti var, möhtəşəm bir təbiəti var. Gedirik indi bu mağaraya. Paradise Cave, cənnət mağarası. Bu arada bura haqqında kiçik bir məlumat verim. Yəni ümumiyyətlə bu zona haqqında. Bu zona dünyanın ən böyük mağaralarının olduğu yer. Dünyadakı təsəvvür edin ki 5 ən böyük mağaradan ikisi burada yerləşir. Yəni düşünün nə qədər böyük bir yerdir. Yəni həqiqətən çox böyük bir ərazidir. İndi olduğumuz ərazi. Hal-hazırda getdiyimiz mağara ən böyüyü deyil, çünki ən böyük mağara Sondong mağarasıdır və ora girmək üçün birincisi $3000 pul lazımdır və əgər $3000 varsa belə, yəni bu dəqiqə gəlib girə bilmərsən, 2 il gözləməlisin. 2 il. Bu təbii yoxsa sünidir. Bu sünidir. Sünidir ha? Sünidir. Pul, bəzən pul da keçmir. 2 il gözləməlisin. Turdan gəlmişəm deyə bura. Yəni turun içərisinə hər şey daxildir. Bir dənə bu mağaraya girməyəcəm də, buradan da başqa yerlərə getdim. Turun içərisinə hamısı daxildir. Neçədir yəni 100 manat falan edir tur ümumi. Yəni ayrılıqda bilet almaq, baxdım ki, yəni bura girişi bileti almalısan. O birisi mağaraya girişi almalısan. Sonra nə bilim, gəlmək, getmək xərci, motor kiralamalısan, o olmalıdır, bu olmalıdır, yemək içməyə baxım gördüm elə
100 manatdan da artıq eləyəcək. Dedim elə ən salamatı turla gəlməkdir. Onun üçün də tura qoşuldum. Bu da tur uşaqları. Turçular dərnəyi. Hayır. Ay, steplerini iş görürlər, steplerini iş görürlər. Etdik, girək. Aha. Sən oxut. Sən qəşəng oxudun, sən oxut. Oxut. Oxutdu. Keçdik, getdik. Aha, bunlarla gedirik. Hoppa, oturduk. Oturduk. Come here, come here. Evet, getdik. Bunlar hamısı tura daxil olduğu üçün, yəni tur onun üçün rahatdır, yəni tura daxil. Yəni belə yerlərdə tur can rahat, həqiqətən. Yəni belə bir neçə yerə gedəcəksənsə, tur həqiqətən yəni bildiyin can rahat. Yoxsa tək yerə gedəcəksənsə, tura qoşulmasan da olar. Bu arada mikrofonu bugün götürməmişəm. Çünki sulu yerlərə gedəcəyim üçün mikrofon götürməmişəm. Onun üçün də küləksə də olsa üzürü sayın. Ayda, heç sevmirəm də bu sözü də, heç sevmirəm ha. Bu sürüşmək sözü, bu motor qəzasından falan sonra da ümumiyyətlə sevmirəm. Hə, bu mağara, bu indi getdiyimiz mağarada, adın şeydən ha, bu indi getdiyimiz mağaranın adı Cənnət mağarasıdır. Paradise Cave. Hə, o adın şeydən alır, nədən alır? Elə bir ki, çöldə həmişə isti olanda, fərqi yoxdur, çöldə hava necədir. Onun içərisində həmişə sərin olur, onun üçün də elə Paradise, Cənnət mağarası deyiblər onu. Hə, bu arada bu mağaranı tapan adam, dünyanın ən böyük mağarasını tapan, nə oldu? Yəni bu mağaranı tapan adam, dünyanın ən böyük mağarasını tapan adam demdir. Yəni bu mağaranı tapıbdır, üstündən bir 5-6 il keçibdir. Dünyanın ən böyük mağarasını sonra tapıbdır. Bir ovçudur, yəni cəngəllikdə gəzir də, ovzad eləmək üçün. Həmin adam cəngəllikdə gəzəndə, buralar çünki çox sıx cəngəllikdir. Buralarda gəzəndə bu mağaraları tapıbdır. Çox şanslı adamdır, çox. Bu dünyanın ən böyük mağarası ilə bağlı senin bir videosu var idi. Yəni baxmayanlar ona baxa bilər. Ruhi Çenet'in dünyanın en büyük mağarası yazsanız gələcək. Yəni qəşəng bir bu haqqında sənədli film çəkmişdi. Amma bizdə o imkan olmadığı üçün də nə qədər. Özümüz kiçik mağaralarla özümüzü ovuduruq. 11 babas bir məsaf var. Təxminən 500 metr belə piyada yuxarıya qalxmaq lazımdır. Biz haralara qalxmış, haralara, buramı qalxamayacaq. Gəldik mi Ayqa? Ayda ətrafda o. Səs gülün. Hə, gəlmiş. Buradır. Yəqin ki, buradır. Yəqin ki, buradır. Uyva. Lütfəns. Uyva. Lütfəns, giriş. Buradır yəqin ki. Bir dənə sərinlik gəldi. Çöl qaynayır. Burada çox sərindir. Bir dənə sərinlik gəldi. Qışın sərinlik gəldi. Çox qışın sərinlik gəldi. Çox qışın sərinlik gəldi. Nə buydu da bu? Çox böyükdür buranın. He didn't go to us. Friend of a friend. Bu arada buradayken hazır biraz məlumat verim. Mağara ümumiyyətlə necə yaranır? Mağaralar milyon illər ərzində. Bu gördüyünüz daşlar əhəng daşıdır. Əhəng daşları necə olur? Vaxtı ikən dənizin altında olur. Sonra dəniz canlıları öldükcə o dəniz canlılarının qalıntıları üst-üstə yığılır və onlar belə deyim də milyon illər ərzində artıq daşlaşır və bu formaya gəlir.
Bəs mağaralar necə yaranır? Mağaralar çayların, nə bilim, yağış sularının, ümumiyyətlə də bu qayaları aşındırması nəticəsində yaranır. Məsəl üçün, buradan tutaq ki, bir çay axır və yaxud da mağaradan yuxarıdan su gəlir. O sular zaman içərisində milyonlarla il ərzində bu qayaları, gördüyünüz bu qayaların hamısını aşındırır və irili xırdalı mağaralar əmələ gətirir. Yəni hardasa su yoxdursa, orada mağara olma ehtimalı da çox azdır. Çünki mağaranı yaradan şey, əsas şey sudur. Su qayaları aşındırır və beləliklə mağara yaranır. Bura təkcə bir dənə zalıddır. Yəni gördüyünüzdə təkcə bir dənə zalıdır. Yəni mağara hələ davam edir. Yəni çox möhtəşəm bir mağaradır. Paradise Cave. Wow. Görüntü çox qəşəngdir axı. Qardaş, yo. Çox qəşəngdir bu görüntü. Çox qəşəngdir. Belə. Şey verin bu qayaların formalarına. Təsəvvür edin ki, buranın 4 milyona yaxın yaşı var da. 4 milyona yaxın yaşı var buranın. Yəni düşünün bilən 4 milyon nə deməkdir? Yəni sənin bütün ömrün cəmi cümlətanı, nə bilim, 70 il olar, 80 il olar, olsun 90 il olar. 4 milyon illik yaşı olan şeylər də bunlar. 4 milyona kişi. Gözəlliyə bax sən. Çox möhtəşəm deyil. Həqiqətən yəni çox nə bilim, təbiət çox böyükdür təbiət. Həqiqətən təbiətdən zövq almaq lazımdır. Yəni bu gözəlliklərdən zövq almaq lazımdır. Yəni get qutarmır. Get nə qədər bu şey gəlir, yol gəlmişəm, hələ də davam edir. Get qutarmır. Həqiqətən çox böyük bir mağaradır. Deyim ki, yəni bu mağara 1 ildə, 5 ildə, 100 ildə, 1000 ildə, milyon ildə formalaşmış, 4 milyon il, bəlkə də daha artıq müddətdə formalaşmış bir şeydir. Yəni düşünə bilirsiniz, yəni milyonlarla il yaşı olan bir mağara. Sən nə bilim, nəyin dərdin çəkirsən, sənin tarix baxımından heç bir dəyərin yoxdur, sən tarix baxımından heç bir rol oynamırsan tarixdə. Bura sürüşkən də var. Bu arada mağarada, ümumiyyətlə mağaralara girəndə maksimum ehtiyatlı olmaq lazımdır. Çünki mağaralar olduqca sürüşkən olur. Bu əhəng daşlar, bunların hamısı gördüyünüz bu daşlar əhəng daşlardır. Əhəng daşında necə formalaşdığını dedim. Dənizin altında olur, okeanın altında olur və dəniz canlılarının ölməsi ilə olan qalıntıları yığılır və milyon illər ərzində onlar başlayırlar daşlaşmağa və əhəng daşı beləliklə yaranmış olur. Bu da Paradise Cave'in sonu. Buradan yol var. Yol olsa da icazə yoxdur. Bu qaydaq. Gördüyünüz iri qayalar var. Görürsünüz, göydən də sallanır, yerdən də çıxır. Göydən sallananlar adlanır stalaktit. Görürsünüz, o tavandan sallanır. Onlar adlanır stalaktit, bunlar adlanır. Bu yerdən çıxanlar bu formada. Təbii ki, bu yerdən çıxmır. Bu göydən damcıladıqca formalaşıb. Bunlar da adlanır stalagmit. Nədir? Minerallı sular, görürsünüz o buradan daha yaxşı görünür. Minerallı sular milyonlarla il ərzində göydən damcıladıqca damcılayır. O minerallı su olduğu üçün, tərkibində minerallar olduğu üçün tavandan bu formada belə bir çıxıntı formalaşdırır və damcılayır, yerə tökülür axı o minerallı su. Yerə tökülən minerallı sularda yerdən bu cür çıxıntı formalaşdırır. Tavandan sallananlar adlanır stalaktit, yerdən çıxanlar da adlanır stalagmit. Yəni belə bir mənasız məlumat götürün, nə edirsiniz, eləyin. Nəysə, bu mağara ilə yekunlaşdırdıq. Artıq növbəti yerə gedə bilərik. Həqiqətən çox maraqlı bir mağaradır, çox. Yəni baxın, görün cəmaət oradan gələm də. Görün nə xırda görsənər hamı, balaca. Yəni mağara bu qədər böyük bir yerdir. Artıq çıxışı buradadır. Düz çox balacadır çıxışı. Amma içərisi çox böyükdür, çox.
Qağa bizi hara baxın, qağa. Qağa yenə harası gedir. Qardaş deyir şeydir, anladı nədir? Deyir mağaralar haqqında bu qardaş deyir qabaqda. Bu şeydə tur bələdçisi deyir mağaralar haqqında qəşəng bilirsən. Olduğumuz yerdə mağara var, yəni sən ölsən deyirəm ki, come on, azıq mağaramız var, o boyda bizim. Hörümçək böyüklüyünə bax. Şuna bu işte hörümçək, buna bax. Bu adamı da yer ya bu hörümçək, buna bax. Wow, gördün mü böyüklüyünü? Wow, düşdü yaxır ki. Çıxan da adeta düşən. Nə də, uşaqların üstündə nə qışqırsan, ya sıxanada? Hə. Düşdü yaxır ki aşağı. Yola davam. Hamı getdi, tək qalmışdım. Where are you from? French. Which city? Lyon. I know Lyon. Azerbaijan. It's in Asia. Huh? It's in Asia. Between Europe and Asia. Near to Russia, Turkey, Iran. Artıq nahar zamanı, nahar. It's just that Git, devam. Geldik bir kısmı. Hey. Am I going to be famous? Little bit. Yeah. A few 100 million. No 100. Just 20,000. 20,000. Yeah. 20,000 people. That's so cool. Geldi yemeğimizi yiyək, sonra devam edərik. Veggies. Aha. Non-vegetarian? I am chickentarian. Chicken, just chicken. So you're not vegetarian? No. Move here, please. Okay. Over here. Süfrə budur ya. Süfrə budur ya. Süfrənin gözəlliyinə bax ya. Süfrənin gözəlliyinə bax ya. Adam qıymır yesin, adam qıymır. Yedi içdik. Yola devam. Papaq paylayır. Papaqları başımıza taxırıq. O belə bir şey, o müəyyən şeylər müəyyən olur. Kasko orada taxılır o. Buradan taxılır. O belə kasko olar. Erməni maxesinə oxşuyur, amma belə kasko olaraq başıma çox yükədir. Hazır. Gedə bilərik. Haydi. Gedək sizi qəşəng bir dənə mağara yapar. İnanmadıqları üçün mənim kilomu çəkirlər və neçə kilo? Yes. No. Arıqlamışam. Mən bura gələndə mən 90 kiloydum ya. Burası çünki 90 kilodan aşağı buraxmırlar. Mən buraya 95 kiloydum ya. İndi arıqlamışam 80'e düşmüşəm. Deyirsən 90 kilodan yuxarıya oxşursan, gedənmərsən dedim. Öz sözü danış. Mən elə bura gələndə elə 94-95 idim Asiyaya gələndə. İndi daha az olaram. Bunu geyməli ya. Bunu geyməli. Geynək də heç nə olmaz. Qəşəngyansız sarı sən. Sən yanlı sarı olur. What are the sizes? Aha, bunu geyindim. Bu şəkildə geyindim, onu qəşəng oldum ha. Çox qəşəng oldum ya. Onsuz da qəşəng geyindim, daha da qəşəng oldu. Çox qəşəng oldum ya. Hə, bunu nəyə görə geyindik? Çünki suya tullanacaq, ora tullanacaq, bura tullanacaq. İndi bir məsələ var. Mənim kameram artıq su keçirməz deyil, su keçirəndir. İndi onu bilmirəm ki, nə tər eləyəcəm mənim kameram. Yeri zipline. Birinci zipline eləyəcəyik. Zipline elə bir ki,
gedəcəyik mağaraya, elə bir şey. Nələr çıxardırlar deyir. Bu zipline qalasıdır. Bura çıxıb buradan elə bir şey tullanacaq orada. Eləmir, birinci özüm eləyəcəm, birinci özüm gedəcəm. Okay. Okay. Hold here. Hold. Oh, here. Oh, no, one by one. One point. But I'm taking video. Okay. Okay. Right. Gedək də gedək görək nə olur, başımıza nə iş gəlir. Oh, getdi. Get. Oho! Çok qəşəngiydi. Very nice. Çok qəşəngiydi bu. Çox qəşəngiydi ha. İndiyə qədər mindim ən qəşəng zipline'lardan biri ola bilərdi. Çox qəşəngiydi. Çox qəşəngiydi bu. Çox ləzzət elədi. İndiyə qədər mindim ən qəşəng zipline'lardan biri ola bilərdi bu. Çox əjdahaydı. Birbaşa məni tulladı bu mağaraya zipline. İndi buradan orada mağaraya qədər də üzə gedəcəyik. Yəni belə. Artıq burada mən ağın çıxartmayam. Mən burada GoPro-mu qoyacağam salafana. Çünki dediyim kimi su keçirməyən deyil. Mən salafana qoyacağım bunu. Evet, indi üzə gedəcəm mağaraya. Mağarada davam edəcəyik. Haydi. Üzə gəldim. Bura çıxdım. Damat da qədər güldü. Kamera salafanı bükmüşəm. Salafan qoymuşam belə çənəmə. Amma gülür ki, yəni bu action kamerada bu su keçirməz bir şeydir. Yəni bunun sahibi bu görüntünü görsə, yəni DJ bu görüntünü görsə, yəni deyir ki, qurban olum, mən sənə təzə kamera verim. Onu yığışdır. Gəldik bura elə bir ki, mağaranın artıq girişidir. Buradan üzə gəlirsən, oradan gəlirsən burada. Belə mağaramıza artıq giriş eləyirik. Mağaramıza artıq girdik. Belə bir mağara. Ay, məni gözləyin. Ay, bizim uşaqlar getdi. Getdi bizim uşaqlar. Bu mağaranın adı, bu arada bu mağaranın adını demədim. Bu mağaranın adı Dark Cave'dir. Nəyə görə Dark Cave'dir? Çünki içəridə işıq yoxdur. Tam qaranlıqdır içərisi, yəni tam qaranlıqdır. İçəridə işıq deyilən şey yoxdur. Onun üçün də bura Dark Cave deyirlər. Bu mağaraya. Heç kim inanmırdı ki, mən bu kameranı o sudan keçirdəcəm. Amma keçirdi. Ümid edirəm ki, qaydanda da problem olmayacaq. Aha. Mağaranın içərisində görürsünüz çay axır. Mağara dediyim kimi, yəni bu mağaralar, elə mağara var ki, görə bilərsiniz də, yəni içərisindən belə meşə tərzi bir şey qalxır. Bir də mən bu şeydə yandırım bunu. Elə mağara var ki, görə bilərsiniz də, içərisində meşə tərzi bir şeydir. O birisi necə olur? Elə bir ki, bu çay axır buradan. O çay bir nöqtədən sonra mağaranın tavanına qədər yüksəlir, yəni o qədər gür axırdı o çay. Mağaranın tavanını çöktürür. Yəni, elə bir şey. Bu da bizim uşaqlar. Gəldim, gəldim. Aha. Belə. Bura şey olduğu üçün, nədir onun adı? Bura şey olduğu üçün, full qaranlıq olduğu üçün bura Dark Cave deyirlər. Yəni, qaranlıq mağara. Görürsünüz, damcılıyla görürsünüz. Tak, hər dəfə damcılı, hər dəfə gəlib tökülür. O minerallı su olduğu üçün, o minerallı su bunları böyüdür. Bu da böyüyür, yuxarıdan axdıqca da böyüyür.
Çox yəni maraqlı bir söhbətdir. Baxın burada divarda görün nə var. Fikir verin. Burada balıq fosili var. Milyonlarla il əvvələ aid bir balıq fosili. Fikir verin. Balıq ama balıq fosili bu. Milyonlarla il əvvələ aid. Yəni dedim ki, buranı çaylar bu formaya salır. Yəni mağaranı çaylar formalaşdırır və o çaylarda qalmış və artıq daşa çevrilmiş bir balıq fosili. Ayağımın altına fikir verməliyəm, çünki həqiqətən də çox həssas bir yerdir bura. Bir balaca ayağın sürüşsə vəssalam yəni. Mağaralar ümumiyyətlə çox sürüşkən olur mağaraların. Belə deyim, qayaları mağaralarda ümumiyyətlə gəzmək bir xeyli çətindir. Özəlliklə də bu cür qaranlıq mağaralarda. Tamam. İçəriyə girdikcə artıq işıq tamamilə, fikir verin, tamamilə yoxa çıxır içəriyə girdikcə işıq. O çay görürsünüz, mağaranın içərisindən axır bu çay və fikir verin, bu çay müəyyən mövsümlərdə daha da belə deyim, güclənir, daha da böyüyür və böyüyüb hətta tavana qədər bəzən çatır. Onun üçün də bəzi mövsümlərdə ümumiyyətlə bura giriş hətta mümkün olmur. Çünki dediyim kimi bu çay bir xeyli yüksəlir. Hətta su burada dizə qədər gəlir, çatır. Fikir verin, su burada artıq dizdəndir. Ayağının altında görmədiyin üçün bilmirsən harda dərinləşir, harda dayazlaşır. Yəni çox belə təhlükəli bir yerdir. Yəni. Hər addımıva diqqət eləməlisən, hər addımıva. Səsə qulaq as. Sakitçilikdə bir dənə suyun səsinə qulaq as. Mağarada suyun səsinə qulaq as. Çok muhteşemdi. Neyse burada artık bu life jacketləri çıxardırıq. Atırıq bir kənara. Elə bir yerə qoyum ki, sonra tapa bilim də bunu olar. Çünki mənə ehtiyacım olacaq buna. Çünki mən bunlardan böyük razmə geyinirəm deyə mənə lazımdır bu. Uşaqlar buradasınız. Gəldim. Bu arada bu mağaraya öz başına girişə qəti şəkildə icazə yoxdur. Ümumiyyətlə buradakı əksər mağaralara olduqca çox böyük olduğu üçün buradakı mağaralar, ümumiyyətlə buradakı mağaralar çox böyük olduğu üçün bunların əksəriyyətinə tək başına girməyə icazə yoxdur. Sən ölməyindən də əlavə gedib nəyəsə birdən zərər vurarsan, eləyərsən. Yəni onun üçün də icazə verilmir bu mağaraların bir çoxuna tək başına girişə. Məsəl üçün Sondong mağarası haqqında danışdım. Sondong mağarası dünyanın ən böyük mağarasıdır. Ora tək başına qəti şəkildə yəni mümkün deyil. Yəni qaçaq şəkildə falan bəlkə o da inanmıram mümkün deyil. Yəni tutsalar da həbs eləyərlər. İldə 1000 nəfər girişə icazə var. Çünki nəyə görə? Çünki hələ də orada Sondong mağarasında hələ də kəşf olunmamış növlər var. Hər il orada araşdırmalar aparılır falan. Yəni oranı xüsusi araşdırırlar ki, orada birdən kəşf olunmamış növlər olar, insanlar gedər onlara zərər verər. Onun üçün də orada insan sayı olduqca limitlidir. Dediyim kimi ildə cəmi 1000 nəfər. Artığına icazə yoxdur. Bundan maraqlı formaları var. Təsəvvür edin ki, illər ərzində göydən düşən damcılar, yuxarıdan düşən damcılar bunları aşındırıb və bu formaya salıbdır. Həqiqətən də çox belə əcdaha görüntüdür, çox sevirəm bu cür görüntüləri, çox. Çox belə maraqlı bir mağara və təsəvvür edin nə qədər dərinliyə gedir, amma göz gözü görmədiyi üçün burada yəni hara getdiyində görmək olmur. Aha, gedirik, dərinliyə gedirik. Daha da dərinliklərə gedirəm mağara.
Görürsünüz bu damcılar, görürsünüz bunlar hamısı illər ərzində yığılır və bu qayaları formalaşdırır. Stalaktit deyirlər bax bunlar. Bax göydən sallanır. İllər ərzində yığılır və bu minerallar formalaşdırır. Maraqlı, çox. Where are you from? Azərbaycan. Azerbaijan. Yes. I don't think I've ever met anyone. How about you? Switzerland and Germany. Germany and Switzerland. Oh, which city in Switzerland? Zurich. Oh, good. Are you speaking German, yes? Yes. Yeah. Mağara çok möhtəşəm değil. Ha? Çok möhtəşəm değil bu mağara. Hani bak ışığı söndürsem gözü görmür. Bak görürsünüz. Heç nə yoxdur. Bak görürsünüz, heç nə yoxdur. Wow. Bu ayağımın altı da yine bu cür. Tamamilə sürüşkən və palçıq. Addımlamaq belə oldu titrətmir. Göz görmür, yəni başımdakı ışığı söndürdüyüm anda gözün heç nəyə görməz. Aşağı bütün bu formada palçıqdır və dediyim kimi, yəni heç bir yer görülmür, yəni işıqsız, mümkün deyil. Ayağım dərin bir yerə girdi. Bu qaya çox sürüşkəndir. Mən bilirəm ki, bu qaya çox sürüşkəndir. Bu qaya dəhşət sürüşkəndir bu qaya. Bu qaya daşlı qaya, daşlı qaya. Qorxuram ya gəlməyə, gözlərim yaşlı qaya. Bu qaya daşlı qaya, daşlı qaya. Balaca bir cığırdı və bütün palçıqdır bu cığır. Bütün palçıq da. Və yəni başımdakı o idi. Çox sürüşkəndir yerə. Bütün palçıqdır və çox sürüşkəndir yer. Çox. Mən ayağı sürüşkən adam deyiləm. Mən ayağı sürüşkən adam deyiləm, amma bu şeydə bu motosiklet şeyindən sonra bu Taylanddakı sürüşməklərə biraz həssaslaşıram. Aha, gəldik desən buranın ən belə şey yeridir. Burada artıq cəmaət palçıqlanır falan. Burada artıq cəmaət palçıqlayır özün. Güya ki bu palçıq bunları cavanlaşdıracaq. Mən özüm də cavan olduğum üçün mənim cavanlaşmaya nə ehtiyacım var? Bunların əyləncəsini ama göstərəcəm sizdə. Burada artıq hamının başındakı işıq yandığı üçün yəni belə bir yerdir. You can put here. People survive it now. Ben de özüm biraz belə eləsəm nə olar? Belə deyirlər, yoxsa yox? Belə deyirlər, palç. Yox, dibdən hə palçıq yatırlar. Bunu götürüb, böyle sürtürlər. Olursan caf kimi o. Cavanlaşır deyirlər, amma mən özüm cavan olduğum için yani. Bura bir üzvə deyil sürtməlisən. Sürtüldü mü? Mümkün. Palçığı bu yaradır bak. Bak burada, palçığın kökü buradadır. You can take from here. From here. From here? Yeah. Go to get in. Palçığın mənbəyini tapmış. Bunu da özdə bir bazı belə istadırsan bunu. Bunu bir bazı istadırsan, aysa o belə yaxırsan gedir, görürsən aysa o belə olur bak bu.
Komanda var oxşar. Niye bunu edirəm özüm də bilmirəm. Bunu niye elədiyim özüm də bilmirəm, amma edirəm. Evet, tamamilə palçığam, yəni bütün palçığam artıq məndə. Cəmaat kimi. Bax, bayaqlama işığı niyə söndürürəm ki? Bunu belə o, hə, o. Şöyle söndürüm. Yani böyle maraqlı bir yer. Burada dediğim gibi, bura şey değil artık. Burada çoxlu palçıq var. O bütün o görürsünüz bura palçıqdır. Çox palçıqdır özdə. Çox palçıq. Neyse. Burada da yekunlaşdıraq buranı. Artıq yavaş-yavaş geri qayıda bilərik. Wow. Bura çox belə maraqlı, əcdaha bir yerdir bura. Çox. Addım ata bilmirsən, ayağımın altı bütün palçıqdır və addım atdıqca batırsan palçıqda. Addım atma olmur heç. Evet, qaydaq artıq buranı da bitirdik. Belə bir maraqlı bir mağara, amma bu mağaraların hamısında gəzdikcə beynimdə daha çox o son donqa getmək fikri belə formalaşdı. Geriye qaydacam, amma yenə göz görmür. Mağarada gəzəndə ümumiyyətlə normaldan bir neçə dəfə ehtiyatlı olmalısan. Qat-qat da belə deyim, ehtiyatlı olmalısan mağarada gəzəndə. Çünki mağara çox sürüşkən olur. Buradakı mağara daha da sürüşkəndir. Çünki yer bütün palçıqdır və sürüşkən palçıqdır. Və addım atmaq çox çətindir. Bitti. Bu da bir turun daha sonu. Artıq qayıda bilərik. İşığı da gördük. Yəni mağarada olanda bir daha anlayırsan ki, işıq nə qədər vacib bir şeydir. Oh. Və beləliklə mağara turumuzu yekunlaşdırırıq və qaydanda da bu qayıqlarla qayıqları sürə-sürə geriyə qaydırıq. Bu turumuzu belə deyim yekunlaşdırdıq. Tur başı çatır, artıq geriyə qayıtmaq zamanıdır. Və bu səfər zipline ilə getdiyimiz yerdən qayıqla geri qayıdırıq. Kameranı sağ-salamat çıxarda bildim axır ki bura. Kameranı axırcı sağ-salamat çıxarda bildim bura. Və bu cür zipline'lar var burada. Bu zipline'la da bacararsan get. Oh my god, I'm scared. Yes. Oh. Artıq suda əylənmək vaxtıdır. Hadi. Artıq su əyləncələrinə keçmək vaxtıdır. Nə bilim, atlanmaq, tullanmaq, zipline falan, beşməkan üzmək. Onun üçün də elə videonu burada yekunlaşdıraq. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Mənim üçün çox maraqlı bir təcrübə idi. Düz davam eləyəcək. Mənim üçün maraqlı bir təcrübə idi. Ümid edirəm ki, sizin də xoşunuza gəldi. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.